Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə çox ləzzətli quzu pörtləməsini necə hazırladığımı bölüşmək istəyirəm. Gec də olsa hər birinizin Qurban Bayramını təbrik edirəm və Allahdan yaxşı əməllərinizi, qurbanlarınızı qəbul etməyi diləyirəm. İndi isə keçək yeməyimizi hazırlamağa. Deməli, yeməyimizi hazırlamaq üçün mən saxsı qazanda hazırlayıram və sümüklü hissələrdən ancaq daha ətli hissələri qazana əlavə edirəm. Qeyd edim ki, mən öncədən əti yaxşı yumuşam, ət qanını buraxıb və indi üzərinə soyuq su əlavə edirəm. Soyuq suyu üzünü keçəcək qədər əlavə edirəm və qazanı saxsı qazan olduğuna görə soyuq dəmirin üzərinə qoyuram və gözləyirəm ki, ətimiz qaynamağa başlasın. Və 2 ədəd orta boy soğanı qabığını soyub bu cür diri halda qazana əlavə edirəm. Arzu edənlər 2 hissəyə də bölə bilərsiniz, ancaq mən elə bu cür diri atıb diri də götürməyi sevirəm. Deməli, ətimiz qaynadıqdan sonra yaxşıca kəfini alırıq. Bunu hər xanım öz zövqünə görə edir. İstəyənlər bu cür kəfini yığsınlar. Əgər ətiniz çox kəfli olarsa, o zaman yuyub, bulyonu təzdən süzüb, atmamaq şərti ilə ətlərinizi yuyub təkrar içinə əlavə edib qaynada bilərsiniz. Və gördüyünüz kimi mən içərisinə 3 dənə ətirli qara istiot və 2 ədəd də mixək atıb qazanımızın ağzını yarı açılı olacaq vəziyyətdə qaynadıram. Artıq yarım saatdır ətimiz hardasa qaynayır və mən içərisinə duzunu əlavə edirəm və məndə təzə kəklik otu olduğuna görə mən təzə kəklik otundan istifadə etdim. Əgər əlinizin altında yoxdursa, rahatlıqla quru kəklik otu da əlavə edə bilərsiniz. Və qapağı təkrar ağzına qoyuram. Ətlərimizi tam həll bişənə qədər bişirirəm. Ümumiyyətlə quzu pörtləməsinə kartof əlavə olunmur. Mən sadəcə özümüz istədiyimizə görə, yəni öz zövqümüzə görə içərisinə bir neçə ədəd də kartof əlavə etdim. Ona görə istəməyənlər kartofu əlavə etməyə bilərsiniz. Və gördüyünüz kimi ətlərimiz artıq tam həll bişdiyinə görə mən içərisindən soğanları çıxardıram və içərisinə kartofu əlavə edirəm. Bir daha qeyd edirəm, gözəl xanımlar, arzu etməyənlər kartof əlavə etməsinlər. Və yeməyimizi, kartoflarımız tam bişənə qədər hazırlayıram. Yəni, həqiqətən çox ləzzətli pörtləməmiz alındı. Siz də eyni qaydada hazırlayın, əminəm ki, siz də çox bəyənəcəksiniz. Məndən isə bu qədər. Siz isə mənə dəstək olmağı unutmayın. Şərhlərdə fikirlərinizi gözləyirəm. Sağ olun, Allaha əmanət olun. Gələn videolarımda görüşənədək.